edirik. Adı ilə ucalsın. Vətən müharibəsində düşmənin kabusuna çevrilən xüsusi təyinatların erməni hərbçilərini vurduqları zərbələr, göstərdikləri qəhrəmanlıqlar hələ uzun illər danışılacaq. Vətən müharibəsi qəhrəmanı şəhid Vəliyev İlyar da onların arasındaydı. Hələ aprel döyüşlərindən düşmənə qan utduran İlyar vətən müharibəsində də öz qəhrəmanlığı ilə tarixə düşdü, şəhadəti ilə isə ölümsüzlük qazandı. Qobustanın Sədəf kəndində dünyaya gələn İlyar Vəliyev xüsusi təyinatlı qüvvələrin giziri idi. 10 illik hərb yolunda bu sənətin sirlərinə yaxşıca yiyələnən Gizir Vəliyev aprel döyüşlərində də şücaəti və qəhrəmanlığı ilə ad salıb. İlyar vətən müharibəsində də ön cəbhədə, səngərlərin ağuşunda olub və ən çətin döyüş tapşırıqlarının yerinə yetirilməsində yaxından iştirak edib. Füzuli istiqamətindən döyüşlərə qatılan İlyar silahdaşları ilə birgə Horadiz yaxınlığında düşmənin 200-dən çox canlı qüvvəsini məhv edib. Bir neçə tank və hərbi sursatını ələ keçirib. İlyarın yaralı döyüşçülərimizə ilkin təcili tibbi yardım göstərilməsində, onların təhlükəsiz ərazilərə köçürülməsində də əvəzsiz xidmətləri olub. Ağay, taxta parçası, ya nəsə bir gəlmiş kimi varsa, taxta parçası, bərk bir şey varsa ver bir 50 santım 2 dənə. 10 il hərbidə işləyib, Tovuz, aprel döyüşlərində də sücaət olub, bir neçə döyüş yoldaşlarına da döyüşdə kömək eləyib, yaralı döyüş yoldaşlarını da həyatını xilas eləyib. Şükürlər olsun ki, həmin yoldaşlar da bu gün sağdılar. Füzuli rayonu işğaldan azad edildikdən sonra qəhrəman Gizir Cəbrayıl istiqamətində döyüşlərə qatılıb. Burada düşmənin yüksək rütbəli zabitlərinin olduğu hərbi nəqliyyat vasitəsini partlatmaq bacarıb. Döyüş başlayan gündən qəhrəmancasına vuruşan Gizirin yeganə qayəsi düşməni məhv etmək, torpaqlarımızdan çıxarmaq olub. Cəbrayılın alınması zamanı bir UAZ partladıb, içində yüksək rütbəli zabitlər, bir polkovnik olmaqla. Hadrut istiqamətində bunlar bir neçə düşmənin canlı qüvvəsini aldadıb öz dilində puskuya salıblar 4 nəfərə. Camal, İlyar, Şəhriyar, Süpan, bir nəfər də sağ buraxmayıblar. Bir kamaz dolu erməni əskərini partladıblar, məhv eləyiblər onu. Bir UAZ partladıblar həmin istiqamətdə. İlyarın son döyüşü Qırmızı Bazar adlanan ərazidə olub. Həmin döyüşdə də düşmənin xeyli sayda canlı qüvvəsinin, texnikasının məhv edilməsində İlyarın böyük əməyi olub. Gizir Vəliyevin ürəyinə tuş gələn düşmən gülləsi onu da şəhidlik zirvəsinə qovuşdurub. Vəliyev İlyar, İsmailov Camal, Cəbrayıl Süpan, Həşimov Tərzan, Qolev Şəhriyar hamısı demək olar ki, öndə olublar bunlar. Dazor deyilən bir şey var. Yəni qrup açılanda bunlar öndə olur. Bunlar da təcrübədən irəli gəldiyi üçün bunları önə veriblər ki, ani momentə nəsə olsa bunlar bacaracaqlar. Və orada da son nəfəsinə kimi döyüşürlər və orada şəhidlik zirvəsinə ucalırlar. Gülləsi qutarana qədər döyüşürlər. Güllə qutarıldıqdan sonra əl qumbarası ilə yəni döyüş aparırlar və nəhayət də yoldaşları şəhid olduqdan sonra Allahun Əkbər sözü deyib qalxır ayağa və düşmən gülləsinə tuş gəlir düz ürəyin nahiyəsindən. Oktyabrın 19-da şəhadətə yüksələn qəhrəman ondan 2 gün əvvəl isə qızğın döyüşlərin ağuşunda 29 yaşını tamam etmişdi. Ailəsi onun son zəngini belə xatırlayır. 2 evlad ikisi də müharibədə. Axırıncı dəfə Eliyarla ayın 18-i danışmışım. Oktyabrın 18-i. Deyib sağ salamata. 17-si də yaşı olub. 19-u da vurulub. İdmançı idi, vətənpərvər uşağı idi. Hərbini çox istəyirdi, o işi çox istəyirdi. Yetərin qədər dərsin verdi ermənilərin. Və mən bu günləri fəxr edirəm tələbəmlə ki, bu günləri Qarabağ müharibəsində torpaqlarımızı, 30 ilin həsrətində olan torpaqlarımızı işğaldan azad elədi. Və bugün bizim üçün böyük bir fəxrdir ki, belə bir igidindən fəxr edirik biz. Göstərdiyi qəhrəmanlıq və şücaətlərinə görə ölümündən sonra şəhidimiz Vətən müharibəsi qəhrəmanı ordeninə layiq görülüb. Xatirəsinin əbədləşdirilməsi məqsədi ilə adı rayonun mərkəzi küçələrindən birinə verilib.
buradan. Kes qabağa biraz. 5 övlad atası olan Eliyar övladlarına, xalqına barıt qoxusu olmayan bir gələcək vədi ilə yollanmışdı döyüşə və o işıqlı gələcəyi canını, qanını qurban verərək bəxş etdi bizə. Eliyar və onun timsalında vətən müharibəsində vuruşan bütün igidlərimizin yazdığı bu qəhrəmanlıq dastanını yaşatmaq, gələcək nəsillərə çatdırmaq isə bizim borcumuzdur. Sizə borcumuz ödənməz, Allah rəhmət eləsin. Günə davamla elə davam edirik. Prezident yanında Əf Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Tam tərkibdə keçən iclasda 100-dən artıq müraciətə baxılaraq